Bismillahirrahmanirrahim. Növbəti hədisimizi götürək. Növbəti hədisimizdə deməli Sa'd bin Əbi Vaqqas bizim bu hekayənin qəhrəmanıdır. Hədisə gələndə hədisi İmam Muslim fi Cami' Sahihdə rivayət eləmişdir öz səhih əsərində. Bu mübarək şəxs fitnə zamanı dağlara, səhraya çəkilir və dəvə, qoyun, quzu, heyvandarlıqla məşğul olur və uzaq durur. Uzaq durur. İnsanlar artıq başı dünyaya qaçışır, saraylar, xilafət, imarət və s. ilə axır. Və bunun uşaqlarından biri hidayət olmamış bir övlad olur. Allah təala ona hidayət verməyib, tam kamil hidayət yəni. Və görür ki, övladı gəlir. Uzaqdan övladını atın üzərində görəndə deyir ki, "Əuzu billahi min şerri hadar rakib." Allahım sənə sığınıram bu atın üzərində olan süvaridən. Allahumma sənə sığınıram bu atın üzərində olan süvaridən. Niyə görə? Çünki o övladı cahildir və gələndə şübhə atır, şək atır, nifaq toxumu sərir qəlbinə və s. ilə axır. Bu dəfə də eyni şey olur. Övladı gəlir deyir ki, "Atacan, cemaat xəlifə oldu. Cemaat imarət sahibi oldu. Cemaat mülk sahibi oldu." Yəni tanımış sahabələr onlar arasında yəni saltaniyyətə ulaşan çatan oldu. Nədir bu sənin halın? Səhra, dəvə, qoyun quzu, heyvandarlıq, maldarlıq. Sən niyə belə geri qaldın? Sinəsinə möhkəm vurur. Deyir ki, uskut. Sus övladım. Allah Nəbisi sallallahu aleyhi ve sellem'den bizzat özüm eşittim ki buyurur. İnnallaha yuhibbu el-adde-taqi el-gani el-hafi. Peygamber sallallahu aleyhi ve sellem'den ne eşittim? Buyurur ki hakikaten Allah hansı kulu sever? Et-taqi, Allah'tan korkan. Günahlardan çekinen. Haramlardan özünü ittika eden. Halallarla kifayetlenen. Et-taqi. El-gani, mühtaç olmayan. Yani mühtaçlığını insanlardan gizlenen. Onları ərz eləməyən və mühtaçlığını Allah'a elini açıp ərz eləyən, ondan isteyen, insanlardan müstəğna olan, xalq arasında gözü tox deyirlər və həmçinin buna qənaət sahibi deyirlər. El-gani, el-xafi və şahid el-xafi. Allah şöhrətdən qaçan, saltaniyattan qaçan, mülkdən qaçan, göze batmadan qaçan kulu sever. Deməli, burada Allah Azze ve Celle'nin sevdiği bir kulda olan 3 xislat var. Hansıdır? Et-taqi. Təqva ne demektir? Təqva Allah'ın nuru üzerinde onun haramlarından çekinmektir. Halallarıyla kifayetlenmektir. Allah'ın nuru yani kitap ve sünnet. Vəhin işığı. Təqva ne demektir? Çekinmek, korunmak. Allah Teala sever o kulu. Hansı kulu? El-abd-taqi. El-gani dedik ki nedir? Mühtaçlığını yalnız Allah'la özü arasında sir saklayan ve insanlara ərz etmeyen. El-hafi şöhretten, tanınmaktan, parlamaktan kaçan ve bunu sevmeyen. Onu görersen ki qədim kişilerin əməlləri gizliydi. Tabii ki bazı əməllər var ki onları gizlətmək mümkün değil. Həcdir, ümrədir, teravih namazıdır, 5 vaxt fərz namazıdır, zəkatdır. Amma əksər əməllər nə olar? El-xəfi olar. Və qulun Rəbbi ilə özü arasında bir iş dünyası olmalıdır. Necə qulun pis halını tək Allah görür, Allah'tan başqa heç kim görmür. Onu hamıdan gizlədirsən, zövcənin gözündən, qızlarımın, oğlanlarımın, övladlarının hamısının gözündən gizlədirsən. Rahmənin isə gözlərinin önündə eləyirsən. Düzdürmü? Öyleyse Allah Teala evladaha haklı değil mi? Salih işler onun için tek edilsin. Gizlinde olsun. Ne olur Allah Teala bir senin hönkürtüyle ağlamağını, sızlamağını, necva etmeyini, ilha ile dua eləməyini təklikdə görsün. İnsanlar hiç görmesin. Ne olur? Ne olur Allah Teala senin bir gecenin bir vaktinde durmaq ve teheccüd namazını kılmağını tek görsün. Ne olardı ki? Bu emel hafi emeldir. Ona göre kim iddia eləsə ki, mən Allahın dostuyam, övliyam, bil ki, həmin insan kəzzəbdir, yalancıdır. Həqiqi Allah dostları, onlar şöhrətdən qaçırlar. Necə bu hədis-i şərifdə, bizim bu sahabe-i cəlil.
onlar zuhurdan qaçırlar. Allah dostlarının, əvliyanın özünə məxsus nə paltarı yoxdur, nə özünə məxsus bir gəzintisi, mişiyəsi yoxdur, nə taxtı tacı yoxdur, nə də ki, xüsusi bir müridləri və bir qoyduğu bir tariqat yoxdur. Xeyr, Allah dostu, baxın rivayətləri necə insanlar idi. Sələflərdən birisi rivayət edir ki, qaht günü olur, quraqlıq günü olur və yağmur yağmır. Və səfərimizdə bu Əl-Munkadir adında bir nəfər olur, bu hadisəni görən. Görür ki, bir nəfər gəldi, kölə, xəstə. Mescidin bir zaviyəsini, bir küncünü götürür. Görür ki, heç kim yoxdur və 2 rəkat namaz qılır, səcdəyə qapanır. Həmin insan da həmin sütunun arxa tərəfində olur, bundan xəbərsiz. Və dua eləyəndə deyir ki, ey Rabbim, izzət və cəlalına and verirəm. Qulların gəldi, istisqa qıldı, səndən yağmur istədi, sən onlara yağmur indirmədin. İzzət və cəlalına and verirəm ki, onları yağmur indir. Bir adam bunu demişti ki, göyün üzərində xırda bir bulut qaraldı, şiddətlə başladı böyüməyə və sonra gürültü və yağış yağdı. Və adam səcdən qalxanda artıq yağış yağırdı hər yana, su aparırdı. Adam əllərini qaldırıb ağlamaya başladı və dedi ki, ey Rabbim, ey Rabbim, mən kim oluram ki, mənə görə sən yağış endirdin? Mən kim oluram ki, sən mənim duama icabət elədin? Mən axa kim oluram ki, ya Rabbil aləmin, sən mənim duamı yerdə qoymadın. Və bu niməti, yəni bu əzəmətli niməti o dərk edir. Bu hadisəni görən bu şəxsiyyət, tarixi şəxsiyyət onu izləyir və sabahsı gün gelir onun yanına. Və gəlir görür ki, bu insan sənətkardır. Bir daxması var, evi və bir yerdə də sənət işini məşğul olur. Onun yanına gələndə həmin insan bu şəxsiyyəti tanıyır. Çünki bu şəxsiyyət böyük alimlərdən olur zamanında və deyir ki, əhlən bir imam, xoş gəldi, nə xidmət edeyim sizə, nəsə düzəltməyə lazım onu düzəldim. O deyir ki, bəs dünənki hadisəni mən gördüm, mən oradaydım, sən bilmirdin. Bunu eşidəndə həmin insan deyir ki, ittəqillah ey imam, Allahdan qorx imam, Allahdan qorx, səni Allah'a yemin edirəm ki, bu hadisəni kimsəyə danışmazsın. Bir elə də olsun, bu hadisəni kimsəyə şəhərdə danışmayacağım. Və Subhanallah deyir ki, sabahsı gün gəldim onun yanına, eşitdim ki, şərə kürəsini götürüb, adam bəldədən hicr eləyib, başqa yerə köçüb. Əslə bəldəni buraxıb. Yəni, həqiqi, yəni, Allah dostu, duası müstəcəb olan və bilə özü arasında möhtəşəm, möhkəm, ünsiyyət və dostluq quran insanın sifətləri budur. Əl-abd-i-təqi, Allahdan qorxan və əl-abd-i-qani, öz möhtaclığını, öz fəqarət və kasıblığını, yoxsulluğunu Allaha ərz eləyən insanları yox. Və əl-xafi, hər cürə zuhur və şöhrətdən qaçan insan, həqiqətən bu Allah Taala'nın bir qulda sevdiyi sifət və xislətdir. Barakallahu fikum.